Tərkibi kök tərəvəzindən ibarət olan darçınlı, qozlu, ləzzətli, qeyri-adi dadam kök tortunu axır ki mən də hazırladım. Tortun nə qədər dadlı olması da elə biskvitinin görünüşündən də məncə bəlli ola bilər. İndi isə keçək hazırlanmasına. 4 yumurta götürüb üzərinə 1 stəkan şəkər tozu əlavə edib mikserlə qarışdırırıq. Üzərinə bitki yağı, un, qabartma, darçın əlavə edib mikserlə qarışdırırıq ki tam açılsın. 3 ədəd orta ölçülü kökü də rəndənin iri gözündən keçiririk və 1 stəkan qozla birlikdə xəmirə əlavə edib qarışdırırıq. Belə bir gözəl kütlə əmələ gəlir. Xəmir elə də duru olmadığına görə mən birbaşa ilə halqanın içərisinə tökdüm. Siz istəsəz kənarlarını bağlayın. 170 dərəcədə 40-45 dəqiqə bişdikdən sonra biskvitimiz hazırdır. Biraz soyuduqdan sonra 3 hissəyə bölürəm. Biskvit görürsüz necə gözəl görsənir. Bunu elə kremsiz də piroq şəklində hazırlasanız inanın mənə ki çox dadlıdır. Kremi isə klassik formada hazırladım. Kərə yağı, qatılaşmış süd, biraz da qaymaq. Vəssalam, keçirik tortumuzu yığmağa. Tort edəndə adətən biskvitləri islanmış şəkildə sevirəm, amma bu biskvitdə nəsə islatmağa ehtiyac görmədim. Amma siz yenə də necə istəsəniz edə bilərsiniz. Süd və ya hər hansı bir mürəbbənin şirəsini su ilə qatıb islada bilərsiniz. Siz də hazırlayın, əminəm ki çox sevəcəksiniz bu dadı. Bəyənib paylaşmağı isə unutmayın, nuş olsun.